Şəfaət mövzusu bilirsiniz nə qədər əhəmiyyətli bir mövzudur. Şəfaət ən əhəmiyyətli İslam mövzularından biridir. İnsan başa düşə bilsə ki, Əhl-i Beytin sevgisi nə qədər böyük bir yerlərə insanı aparır, onda çox rahat olar. Bu rahatçılıq insanı aşağı salmır, yuxarı qaldırmalıdır. İnsanın sui-istifadəsinə zəmin yaratmamalıdır. Əksinə insanı böyük mərtəbələr fəth etməsinə vasitə olmalıdır. Baxın, bir misal çəkək gündəlik həyatdan. Bir avtobusu götürün. Avtobusda bir uşaqlı şəxs gəlsə, mütləq şəkildə əksəriyyət ona yol verir. O şəxs oturacaq avtobusda. Tək olsa həmin adam oturma şansı çox azdır. Amma uşağının olduğuna görə o adam avtobusda mütləq oturur. Uşaq həmin şəxsin oturmasına vasitə oldu avtobusda. Əhl-i Beyt həmin o qiyamət gününün səhnəsinin sığortasıdır. Sənin qəlbindəki Əhl-i Beytə məhəbbət, Əhl-i Beytə sevgi olacaq. O Əhl-i Beytin sevgisi vasitəsilə sən rahat oradan keçib gedəcəksən. Yəni sənə heç kim bir zərər toxundura bilməz, bir şey deyə bilməz. Çünki Əhl-i Beyt orada sənin müdafiəndədir.